O 3 yaşlı bala qucaqlamışdı. Ata bir dayan da, nə olar qurban olaram. Nə oldu bala, nə istəyirsən Rüqəyya? Ata axırıncı dəfə bir Rüqəyyavı nəvaziş eləmirsən. Balana da nəvaziş elədim. Amma deyir xeymədən ki ayrılmışdı, gedirdi qətligaha tərəf, bir necə geyirdi, bir neçə addım gedir, dayanır. Üzün çevirir, xeymələrə tərəf baxır, görüm hücum eləyərlər birdən xeymələrə. Sonra sağa baxır, sola baxır. Axırda bu sözləri dedi. Ya Həbib, ya Müslim, hardasınız, tək qalmışam. Bunlar da nanəcib. Bir gözü xeymələrdə, bir gözü qətligahda. Yoxdur ya qoruyan xeymələri. Deyir, gəldi çatdı, düşmənlər üzbəüz dayandı. Nanəcib düşmən yerdən bir daşı götürdü. Atdı İmam Hüseynin başına. İmam Hüseynin başından qan töküldü üzünə. Onda idi ki qaldırdı köynəyi ki qanın silsin. O nanəcib 3 şöbəli oxu çəkdi. Çəkən kimi düz İmam Hüseyin ağanın ürəyinə sancıldı ox. Onda idi ki deyir İmam Hüseyin səqqətə. Yıxıldı, yıxıla yıxıla. Dedi Bismillahi və billah. Əla milləti Rəsulillah. Fi səbilillah. O an idi ki səmadan səs eşidildi. Vallah qutilə Hüseyin ibn Əli. And olsun Allaha Hüseyin öldü. Onda idi ki ərşdən bir səs gəldi. Ya əyyətən nəfsul mutmainnə. İrci ilə Rabbiki raziyətən mərdiyyə. Ay Hüseyin qayıt mənə tərəf. Mən səndən razıyam, sən məndən razısan. Bir dənə də nida gəldi bərzəxdən. O kim idi? O ananın səsi idi. Bu nəy? Bala, qətəluk, öldürdülər səni. O xanım Zəhranın səsi idi. Bala, qətəluk, öldürdülər səni.